Salam dostlar, necəsiniz? İnşallah yaxşısınız. Həmişə də yaxşı olasınız. Bu gün 11 iyundur. Saat artıq 10:30-dur. 11-in yarısıdır. Əslində çoxdandan durmuşam. Hətta da motunu işə yola salmışam. Ləliş düzdür yatır. Ruslan durubdu. Durandan inarsınız, bəlkə bir saat var durubdu, hə. Durandan deyir ki, gedək balkona kraskalayaq. Ha, məcbur olduq Ləlişə dedik, çünki biz elə bilirdik ki, Ləliş bugün işdədir. Akazvayetse Ləlişə bugün выходной veriblər. Yəni ki, gizlin görə bilməyəcək bu işi. Ona görə Ləlişə dedik. Hə. Əslində səhər tezdən durmuşam dediyim kimi. Sadəcə Toma ilə əlləşirəm bu YouTube-un hesabat kartını düzəltməyə. VN falan açmalıdır Toma. Nə bilim, bankda kart açmalıdır Toma. Hər şey Toma eləməlidir. Sağ olsun Toma mənim ən yaxın podruqamdır, uşaqlıq podruqamdır. Bir dənə podruqam var, o da Tomadır. Yəni uşaqlıqdan irəli gələn. Dərdimi çəkən, məsləhətçim, hər şeyim Toma. Allah ona razı olsun. Neysə ki, deməyim odur ki, durandan telefondayam. İndi durum görüm uşaqlara nə bişirirəm. Ruslan orada səbirsizliklə gözləyir. Uşaqlara nəsə yemək bişirim, yeyək, ondan sonra başlayaq ev işi görməyə. Keçən səfər bu macunu türklər demişkən tez yedim, qutardım. Bu səfər hələ yeyib qutara bilmirəm. Amma yeyəndə bir qaşıq yemirəm, çox yeyirəm. 2 qaşıq, 3 qaşıq. Miyodun az eləmişəm deyən, çox qatı olur. Baxın. Lazım idi. Nə bilim, mən çox bal sevmirəm axı. Elə belə yaxşıdır. Konfet kimi yedim. Sonra ay Allah, nətər yadımdan çıxır. Hər dəfə deyirəm ki, hər səhər şey içəcəm. Nədir bu? Sarı köklü su. Сынок, будешь ореховую пасту? Что? Ореховую пасту это. Нет. Нет. Məndən başqa şey sevmir ki. Bilmirik nə yeyək səhərə. Ruslan sopa zaşlıq çıxardı. Mən kalbası çıxarmışam. Nə eləyim bilmirəm. Birinci dünən sırava gün yedik. Yumurta dünən sırava gün yedik. Sonra nə? Кто так открывает самочку? Подожди. Ha? Я. Yuxarı qıraqlarından tökəcək, burasına tökülmür. Sonra ne pişirmeyeyim ben size. Allah yemirsiniz. Of, как с вами тяжело. Молокосuz. Короче, qızlar. Tapdıqlarımı göstərim. Baxın, uşaqlar açırlar. Hətta birini tulladım artıq. Açırlar, biraz barmaqlayırlar. Bunu tulladım. Çünki quruyub. Açırlar, biraz barmaqlayırlar, sonra belə qalır, yeyilmir. Mən də bunu işə istifadə edeyim dedim. Tvorog, pendir, səhv salmamsa bu duzlu pendirdir. Mən prosta belə pendir yemirəm. Əziz şey yeyə bilmirəm. Mənimki brınza, çanaq, belə şeylərdir. Duzludur, yəni duz vurmağa ehtiyac yoxdur. Tvorog var, pendir var. Mən də bir də qatıq var idi. Mən də fikirləşdim ki, xıçın hazırlayım. Xıçın. Qatığımı artıq əlavə elədim miskaya. Keçən səfər mən bilən sizə xıçını mən kartoşka ilə hazırlamışdım. Səhv salmıramsa. Bəlkə səhv salıram. Nə bilim, yadıma düşmür. İnanırsınız. Dünən yediyim yadımdan çıxıb. Nəysə. Burada 2 cürə kefir var. Ona görə rəngləri seçilir. Gətirim xıçın hazırlayayım. Xaladenikdə də göyərti var. Marazilkada dondurulmuş. Ondan da əlavə eləyəcəm. Deməli qızlar, reseptə görə 250 ml kefir lazımdır. Mən burada 250 artıq hazırlamışam. Sonra düşündüm ki, kefirin hamısını istifadə edeyim geçsin. Onsuz dibidir. Sənin hər şey düşür əlimdən. Onsuz dibidir, istifadə edeyim geçsin. Dəqiq deyərəm sizə. 250 tökmüşdüm, 150 də indi əlavə elədim. Neçə oldu? 400 ml. Əgər xəmir artıq qalsa, qoyacam marazilkaya. Ziyanı yoxdur.
Yəni deməyim odur ki, qızlar, siz məndən resept istəyirsiniz, amma burada elə resept getmir axı. Burada xəmirdə gözə yarıdır hər şey. Qatıq, duz, soda qaşığı, yarım çay qaşığı silə deyək də. Və apardığı qədər un. Xəmirə gedən bunlardır. Həm qatıqlar öz arasında qarışsın, həm də soda ilə qatıq kefir reaksiyaya girsin. Buna apardığı qədər un əlavə edəcəm. Hələ ki qoyum qırağa, kənara soda ilə reaksiyaya girsin. İçliyi hazırlayım. İçliyi üçün pendir. Pendirimiz zaten duzludur. İstəyirsiniz bunu da qədərini deyə bilərəm. Yəni əslində hər şey zövqdən asılıdır. Burada yəni elə bir şey yoxdur. Bu arada bu balkondan qutarım. Yavaş-yavaş keçəcəm kuxnaya. Miskaların hamısını dəyişəcəm. Miskalarım çox köhnədir. Sarı pendir də var. İstərsəniz zövqə görə sarı pendir də əlavə edə bilərsiniz. Sulguni falan əlavə edə bilərsiniz. Nə bilim. Nə sürəyiniz, nə istəyir onu götürün. Mozzarella, sulguni, nə istəyirsiniz. Yəni götürə bilərəm. Hətta biraz götürərəm daha. Sarı pendirim var. Çox istifadə eləmək istəmirəm. Zaten načinka var da. Parmesan da var ama bu parmesan motunundur. Əl vurmaq olmaz. O özünə fettuccine hazırlayır pasta yanına. Bir balaca dad üçün əlavə edim bu pendirdən də. Heç bu pendiri almışam. Düzdür, Aminlə Ruslan yeyib dadını bilmirəm. Az duzludur. Heç demək olar ki, duz yoxdur. Yəni mən tərkibinə duz qatım mı, qatmayım mı ona görə baxıram dadına, yoxsa mən belə pendir yeyən deyiləm. Brınza da var. Bəsdir də, duzlu pendir vurduq bəsdir. Bunu da törkalayım. Əslinə qalsa istifadə edə bilərəm. Heç kim eşirmə, heç nə deməyəcək. Sadəcə mən bunun iyisini sevmirəm. Mən bu pendiri və pişi sevirəm. Öyle mən bu pendiri, dünyada bir bu qalsın, bir mən bunu yemərəm. Və bu da mənim göyərtim. Gerək yenə babuşkaların yanına gedim göyərt alım. Donu ver. Nə olası deyil. Nə olası deyil. Donsun da. Səhv sanmamısa burada petruşka da var. Burada şüyüt də var. Şey də var. Kinza nədir? Keşniş. Hər şeydən biraz var. Načinkanı qarışdırım yaxşıcana. Sonra balaca toplar hazırlayaram. Hələ ki kefir reaksiyaya girir sodayla. Neyse, dadına baxdım, duzu azdır. Biraz duz, biraz istiot əlavə edib qarışdıracağım. İstiotdan da bırak, biz istiot yiyən ailəyik, amma istiotun dibi də gedim alım. Mağazada yadıma düşsə alacağım. Все. Начинка hazır. Ты не помнишь по названию? Я сейчас тогда приготовлю, ты поймешь. Хорошо? Это не салат. Mən istədirəm ki, alma yapışmasın. Amma bilmirəm neçə dənə şariklər alınacaq. А? Ты проголодался? Да. Я вспоминаю, что такое. Xıçin. Ləliş durmadı.
Объясни, давай. Какое Какое оно? Testanın içində начинка. Как осетинский пирог kimi eləmişdik, помнишь? Не помнишь? Yaxdı, başqası da qulaq assa deyər ki, eş maması buna heç nə pişirmir yalandan. Hələ ki bu ölçüdə eləyək, görək necədən alacaq. Я не знаю. Не вспомнил? Нет. Ну и ничего, сейчас увидишь, вспомнишь. Может быть. Az ye quru səhər yeməklərini. Окей, мам. Deyir, хорошо, az yeyəcəm. Unu qoy stola, indi xəmir yoğuracam. Какое оно было? Просто круглое? Да, да. Круглая лепешка с начинкой. Лепешка с начинкой. Как это? Как на Г было? На Г. Гутаб? Не, на Г. А гутаб на В, что ли? Да. Şkafın qapısı açıqdı, başına dəyir. Нет, ну мам, да. Na G ağlıma heç nə gəlmir. Там еще внутри зеленая начинка тоже круглая. Тоже ты готовила. Bu qədər şey pişirmişəm. Я даже не знаю, о чем ты, солнышко. Тоже не знаю, о чем. Не помню. Bu baləcədir, içərdik biz. Götürdü, getdi o burada. Nə var, mən dedim az ye. Burada töhməsin, birdən mən görərəm. Nə qədər alındı? 2, 4, 6, 8, 10 dənə. Və keçirik xəmirimizə. Onu az deyil, gerək un alım. Ayala. Un alacağım. Bir də nə deyim, istiot. Bunu yazmasam var, bu indi yadıma düşür. Yazmasam, mağazaya gedəndə yaddan çıxır hər şey. Un, istiot, duz, hər şey qeyd yazım. Neyse, mən apardığı qədər un əlavə edeyim, xəmir yoğurum. Daha da un əlavə eləməyə ehtiyac yoxdur. Beləsinə az ələ yapışan bir xəmir eləyirik. Sadəcə əlimizə yapışmasın deyən yağ əlavə edəcəyik. Xəmirimizi yoğurduq. Artıq hazırdır. Yağ. Akşam ne pişireceğim Allah'ım. Akşam ola xeyir ola. Allah kərim bir şey tapar. Əlimdəkilər qopsun. Son. Neynəyim? 10 kündəyə ayıraq onda. 10 kündəyə ayırmaq üçün ilk öncə 5 kündəyə ayırmalıyıq. Sonra hər kündəni 2 yerə bölüb 10 kündə eləyəcəyik. Tak. Bu bizdə oldu 5 kündə. Və indi hamısını ortadan bölsək 10 kündə oluşdu. Biri böyük, biri balaca olsa əslində ziyan yoxdur, amma istəyirsinizsə eyni bərabərdə eləyə bilərsiniz hamısını, bütün kündələri. Baxın, gözünüzə yekə dəyirsə, balacalaşdırarsınız. Belə qoyun göz qabağında olsun. Neyse, mən indi bunları kündəliyim, sonra da hazır başlayayım hazırlamağa. Əlimi yağlayayım, yoğurucu yapışıram. Və bu da bizim artıq xəmirlərimiz hazırdır. Burada istəmirəm əlim olsun, istansın, ona görə qaşıq yardımıyla.
Hələ qızarmıyor. Hətta çöndərə bilərəm, qızarsa da qızarmasa. İstərsəniz qapaq da örtə bilərsiniz üstünə. Və baxın, bizim artıq xıçinimiz hazırdır. Buralarda mevsim yazdır. Nerelere gideyim ben? Вспомнил, нет? Да, Гогал проходил. Хотела сказать про Гогал, когда там был. И Хачини тоже вспомнил. Хычин. Я вообще пишенде название говорю. Я что-то новое готовлю, допустим, говорю. Это называется хычин. Если второй раз захотите, ты на чем мама хычин пишешь. Понятно? Я всегда Я знаю, название что говорю. хочу. Я хочу эту. Где надо вот так вот лимон поливать, еще мясо сверху, просто тесто так вот отламываешь. Lahmacun что ли? Да, Hatlarım bilmirsən sən. да, забываю. Вот нет, ну помнишь, ты нам готовила булочки Гогал, но без начинки. Да. Вот я думал, что ты сейчас тоже это будешь готовить, но забыл, как называется Гогал. Это была турецкая версия, Türk версиясıydı. Я тоже И готовая? дрожь xəmiri deyildi. Da, готовы. Сейчас hamısını eləyəcəm. Послушай. Надуваются сильно? Да. Mamasının ürəyi, маленький помощники. Uqadat eləyin, o kimin porsiyasıdır? Моя! Günelin. Моя! Yanmışlar mənimdir. Дырка. Ничего, ничего. Все, söndərdin o birusunu? Так. Молодец. Все, axırıncı 2 dənə qaldı. Что ты спрашивал? У тебя как будет здрасте на азербайджанском? Я говорила. Да. Вот. Çay проверкаdan keçdisə, töküm o общий çayların içinə, hə? Какой? Ну, вот этот. Как он проверяет? Ну, понравился вам или нет? Я не пробую. Axırıncı da pişirək, bəs salam çox tamam. Лучше бы Санкт-Петербургский сделали. Bismillah. Санкт-Петербургский. На кофе. На кофе. Много не надо. Почему? Портится потом. Yok içəcəyik, bunu versin doма. Bizdə Azər çaydır, deyəsən. Şey alanda qatışdırıram çox vaxt. İndi tökək qarışdıraq da. Orada hələ kakao almışam, onu da yerləşdirmək lazım. Belə korobkada da qoymuşam. Deməli qızlar, artıq xıçinlərimiz hazırdır. Baxın. Bu səfər də elədik. Pendirli toğraqla. Bismillah eləyək. Bilmirəm bunlar niyə doğrayanda hamısını birdən doğrayırlar. Neynəklə əlişimiz hələ durmaq istəmir. Bayaq durğuzurdum, dedi ki, bir dənə выходной var, qoymursunuz yatım, fikrimdə tutmuşdum yatım, əl çəkin, оставьте меня в покое. Hə, mən də dedim ki, qoy yatsın. Əslində əlişmək lazım deyil, əliş saat 1-də, 2-də, 3-də, 5-də də durub yemək yeyər. Mənə balkona giriş-çıxış lazımdır, onu da kravatını yığmaq lazımdır ondan ötürü. Deməli xanımlar, biz bugün buranı yığışdıracağıq. Bu arada bilmirəm görsənir yoxsa yox. O qaloku silə bilmədim pəncərələrdə. Pəncərələrdə hansı ki açılmır, o qalokları silə bilmədim. Hazırsan işə? Я! Готов. Все, bu bizim
Bizim balkonumuzun son halı. Harda gedirəm Ruslan orada. Все. Bu gün bu iqruşkaları yığışdırırıq. Davay. Не только. Это сетка на окна. Смотри, видите, да? Да. Sen kalemi ne çürüdün? О, лежишь на бочке. Там одежда. Нет, тут не одежда. Там одежда. А, нет, там эти штуки. Да, привесен. Да. Кать. А тут? Тут одежда. Нет, там сумки, да. Сумки, ну да. Да? Ага. Да, да, сумки. Sonra da iqruşkalarını saydı. Bunda bu nədir? Tekrar var. Süpürge. Не на кухне? Все, Лариш. Süpürge ver, hala 11 dakika. Будь здоров. Спасибо. Пойду. Давай, давай. Крутить надо? Очень долго. Крути, крути. Туда, туда. А в какую сторону? Я сейчас крути. Давай. Да, красиво. Красиво. Давай, крути, крути. Где, крути. Да, она идет. Нет, без завеса, понимаешь? А другую сторону попробуй. Подожди. О, вот идет. Идиот. Ой. Давай, Встала. давай. Нет, подожди. Я посмотрела, я стою вот тут, вот меня не видно. Да, я. Ты адам yorulur просто. А я сделаю. Я же не говорю, что это тяжело. Я же тоже не говорю, что это тяжело. Говорю, давай я сделаю. Давай я. Давай ты. Давай я. Давай. Пока. Смотри. Что ты зол? Вот так идешь. Тебя держать? Нет. Прошу. Ну как ты там? Нормально. Demir tut başına düşür. Demir başına düşür. Молодец, умничка. Где там надо? Да, теперь там надо. Там тоже я сделала. Получится? Главное не держаться и понять, в какую сторону. Получилось? Да, на. Ну, молодец. Gözü bağla, gözünə okunmasın. Застряла. Сейчас. Немного перебросить надо. Да, давай мне, я сам, я сам. Ты не достанешь, а достанешь. Все. Bakma. Пожалуйста, ayakkabısı yazma burada. Ну, я там не хожу даже. А мне пока начинать? Что именно? Вот, полку. Ой, шкаф. Начинать? Шкаф надо освободить. Полный шкаф я как вытащу? Тяжелый будет. Ты меня понимаешь? Тяжелый шкаф как я вытащу? Не знаю. Ну. Сейчас. Кому-то. Да, пусть будет эй.
А вдруг понадобится нам? Не понадобится, мы знаем, где их взять. Не трогай, не трогай. Сейчас ты пойдешь прямо на улицу. Не упаду. Ну, хватит каркать. Если я упаду, это будет твоя. Это я не понимаю. Обои, что ли? Да. Это бумага. Ты видишь, легко рвется. Обои, да? Да. Да, обои. Ты только сейчас поняла? Да, я думала, это ткань. Я и раньше не знала. А вот на улице вот это что? Балкон соседей. Без ставки не надо, потому что тут кнопочки везде. Я везде. Я там хожу. Şimdi orada. Надо сидеть. Давай я в ставку поднимусь. Бuna. Buna. Bunu. Ну я не понимаю. Ay. Parmaklarım kaldı arasında. Убрать вот это. Нет, не надо. Ожидайте. Что ты хочешь? Не делай. Сейчас. Я ничего не буду делать. Шкаф покрасим? Да. Это досочка нам нужна? Roman olur yazsam seni. Başucuna koysan beni. Sen özün orada, tapkan burada. Я тебя не понимаю. Что? Сам там, а тапки здесь. Да. Я же в шкаф залезу сюда. Оба. Не получится. Надо сейчас эту сделать. Вот туда Да? открутить. Чуть-чуть откручу, потому что... Я чуть-чуть откручу. Подожди, сынок. Сейчас, то, что снизу тоже надо открутить. Снизу где? Вот тут снизу тоже есть. Не. Да, Все, al bunu. Hiç ne eleme, hiç ne eleme. Пожалуйста, hiç ne eleme. Я всегда что-то делаю. Я стою сейчас. Тоже нельзя. Вот как стоял, так и стой. А, я не могу. Мне же надо двигаться. Вышла. Выпал. Один будет. Второй остался. Давай, подними. Подними еще. Давай, на себя. Все? На себя. Вышла. И вот сюда. Аккуратно. Опа. Ой, посол. 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 Иди olsun da sağ. Ай, я тоже Бог создал. Она Вот там валяется. мертвая. Не знаю. Я думала, это гвоздь. Это оса. Оса. Пролетела. Пролетела от панциря в сумму. Но она не залетела, она прилетела. Потом залетит. Не залетит. Короче, bu işe para koyuyoruz. А что? Sarı. Perden düzelt oğlum. Perdeye göre kapıyı açarsın. Hoppa. Oso. Оса. Niye bulmuş bana? Я сейчас не могу. Ты куда наоборот туда Я туда не могу. Öküze bak nereye. Дальше мне помощь нужна. Она тебе не поможет. Телефон. Рулеш. Я тут застрял. Sen düşen için hemen burada ucu kolum düştü. Alttan tut. Ama baş tut. Tuttu. Да. Ay. Kуда поставим? Давай bırak. Gire. Да. Вытащи. Ха! Yes! Остались! Она оса. Да вот, снизу. Мертвая? Не знаю. Она, да? Я думала, Тыкни мне. на коробке. А, здесь? Да. Оса! Evlilik bu. И что, Саша? Давай. А, да? Yok, ладно. А, ну тогда, стоп. Ты стой там, я тебе дам. Держись. Так. Берем servis kutusunu. Beşikten mezara kadar Azerbaycan, Türkiye. Вообще, какой бы стул dursun? А, у нас есть 3 стула. Вот именно, bu стул dursun, он и так грязный, он для ремонта, а это убери. А, ну, не ремонт. Türkiye, Azerbaycan. Beşikten mezara kadar Azerbaycan, Türkiye. Вот это можно или оставим. Убирать. Вдруг тоже осталось. Bir yere sok. Ana asa, asa ham söyle burada. Аса! 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 Аккуратно. Azerbaycan, Türkiye. Bu bizim stol var idi, stol. Onun nожкалары. Stol var, который там, столешница. Türkiye, Azerbaycan. Asa! Sınıf, o такие tahtaları götürende akkuratно götür, zannoz olur. Я знаю.
Нет, а нет, ну вот ты. Вай. Нет, боится. Это она кричала. А, bunları da o takılaştırıyor biraz. Все. Можешь принести süpürge? Nasıl? Nasıl? Он что böyle А что, она работает? Да. А что? Kalkmış. Deməli xanımlar, biz balkonu polностью boşaltdıq. Bu balkonun digər tərəfidir. Baxın, ora necə uskidir, çox balacadır. Ona görə də biz ora planda tutmuşuq ki, kompüter stolu eləyək. Biz ora kompüter stolu eləyə bilməyəcəyik heç cürə. Слишком маленький. Слишком маленький, да. Даже стул туда не помещается. Da. Patolokumuz da bərbaddır. Ona görə valiki skoşladıq şvabran tutacağına. Patolog rəhləyəcəyik. Потолок сломанный. Kompüter stolunu bu hissədən qoymağı düşünürük. А вот это вот что за красота? Ay, yenə iqruşkalar yaddan çıxıbdı. İqruşkaları da götürək və başlayaq. Biz artıq qabımızı hazırladıq. Hara ki kraskanı tökəcəyik. Sınok, stolun ayağı göydədir, yıxılasın. Ну-ка, düş. Одна ножка валяется. Вот. Oy, biz də başlayaq. Birinci patologdan başlayacağıq. Çünki birinci patologu, sonra divarlar, ən axırda da yeri eləmək lazımdır. Ləliş də ki, getdi mağazaya, dedi, özünüz planlaşdırmışsınız, özünüz eləyin. Heç biz də istəmirdik düz o bizə qarışsın. Elə deyilsin o. Мы сами хотели все делать. Вот, getdi mağazaya, dedi, gedim tortdan, şirniyyatdan nəsə alım ki, sizə çay hazırlayım. Arada bərədə dincəlmək üçün gəlib çay içərsiniz. Balkonu təmizləmişik. Balkondan içəri girəndə hər şey oralarda yerdədir. Nəysə, indi başlayırıq. Bu mənim tort üçün, zefir üçün aldığım korobkalardır, yadınıza düşürsə. Всё. Bir dənə o şpilkaları da götürürük, başlayırıq kraskalamağa. Чуть-чуть, только чуть-чуть, хорошо? Сейчас она, может быть, аккуратно отойди. Bütün əlimiz, dırnaqlarımız, başımız, hər yer tozdur. Axşam keçirmək qəşəkcə. Evin gününə baxın da. Ну как? Получается? Ну, вроде да. Вроде. Давай я. Тусли. Вот эти вот. Где тусли? Вот эти, вот эти. Сынок, Да. где-то кисточка. Вон, и начинаем. А что, мне сразу начинать? Я думала, ты закончишь, а потом начну. Нет, да? Нет. А я уже дома готовлюсь. А может, надо будет? Оба! Бисмилля. Слишком мало. А? А мне как надо будет просто так по краям? Как не надо? А, как это? Так? Да. Не buradan başlamadım ki. Откуда? Там, где ты делаешь? Да? Туда. Угу. А там маленькая точка. Ой, как размазывать? Просто тут смотри, как получается у меня кисточки. Смотри, она вот так вот. Нормально или? Так, так. Нет, нет, так элемент. А как так? Да. Вот я так и делаю. Делай. Следы остаются. Ничего. Делай. В итоге что-то у нас должно получиться. Что-то мне эта краска не очень зашла. Почему? Она какая-то такая. Это не медовая. А? Не медовая краска. А, это надолго. Не на один день. Что-то мне не нравится это.
Что там? Плохо размазывается? Да, я уже устала. Так это из-за того, что слишком мелко ты берешь, слишком мало, слишком сильно ты втираешь ее. Не надо слишком мало брать. Бери наоборот побольше. Экономия краски просто как будет. Я уже первую доску захожу. Все, не вытирай, пробуй. Так лучше будет. Ты что, шарахом, да? Ты слишком много оставляешь. Где я оставляю? Вот тут вот. Mesela тебе лучше легче будет ведерку взять. Если из ведерки брать? Да. Я тебе сказала, тебе лучше маленькую посудину, я не знаю, миски. Ну это я ничего не делаю. Oyunum ağrıdı. Deməli qızlar, valiki indicə verdim Ruslana. Çünki bezdim, boynum ağrıdı. Patoloqa baxın. Yalandan. Нормально? Ha? Oy başım değdi. Yalandan ala başına, kül başına. Burayı eləyənə kimi mən bitər oldum. Artıq bir banka kraska уже qutarıb. Почти. Da. Prosta kistочка ilə eləyəndə çox kraska gedir, amma belə valiklə eləyəndə az gedir. Deyirəm, hələ ki elə. Kraska çatmaz, yenə gəlib alarıq. Dəsin? Похоже, другую не акриловую. Da, deyəsən biz düz kraska seçməmişik. Mənim gətirim o zazor olan yerləri görüm əlim çatırmı, kistочка ilə eləyim. Olmaz, bu araları eləyərəm kistочка ilə. Ой, мама, знаешь что? Валиком намного удобнее. Da, И краски намного хватает надолго. da. Еще можно вот так вот поставить и сразу по две раскрашивать. Da. Sən o yenə kraskalı da şeydir. 3-4 sloy gələ eləyək, sarı görünür. Мы экономим краску. Ləlişə yazmışam ki, nə olar bizə kraska al, Ləliş. Bilmirəm, heç oxumayıb daşı. Прекрасное далеко, прекрасное далеко, я начинаю путь. Прекрасное далеко, не будь ко мне жестоко, не будь ко мне жестоко. Еще вот это надо будет. Да, я знаю, Санюш. Жестоко не будь, из чистого истока, прекрасное далеко, прекрасное далеко, я начинаю путь. Лялиш, чай поставь, чайник. Прекрасное далеко, не будь ко мне жестоко, не будь ко мне жестоко, Жестоко не будь. с чистого истока, прекрасное далеко, прекрасное далеко, я начинаю путь. Че, устал? Нет. Это мы сколько слоев должны сделать, чтобы белоснежный сон? 5. Вот, два хватит. Или 3, 2, 3. Не считая это. Чё? Çay поставила? Ну, как называется? Колумню. Dersen biz çok səhv iş gördük. Balkon pericel eləməklə. Hə, Sunu? Ну нет, нормально мы все придумали. Просто надо было купить другую краску. Ну как, Лялиш? Я вам что говорила? Не считает. Мне это к чаю что-то хотела я. Спасибо. И вот это. Сюда yarım, ha? Deməli biz yedik, içdik, gözdən düşdük. Biz anladıq ki, bizə bir Все, ты все сделал, сынок? Да. Deməli, mən başa düşdüm ki, bizə 2 vedrə kraska bəs eləməyəcəkdi. По-моему, хватит. İstəyirəm gedim indi bir dənə də kraska alım. Вот, hələ ki uzanıb video düzəldirdim. Ruslan tələsik tez nəsə eləyibdi. Я вообще не торопился.
Yavaş, orada şey var, mismarlar var, ona göre. Гвозди. Да, гвозди. Ну, там вообще-то тоже вот эта вот штука есть, и вот эти вот там тоже гвозди. Ой, а там я там не покрасила. Gün düşür gözünə. Да. Davay mən onda gedim tez matovi kraska alım. А я пока покрашу. Buralar saralır get-gedə. Niyə saralır görürsən? Это из лака. Laklayıblar, hə? Laklayıblar deyən elə olubdu. Надеюсь, на второй слой так не будет. Bu hələ bir vedrədir, hələ ikincini açmamışıq. Да. Ну, все равно, mən gedirəm Там kraska еще даже almağa. не закончилось. Да. Я пойду краску куплю, хорошо? Да, да. Я пока, ты пока иди краску покупай, я пока тут не закончу первый слой. Может быть, второй начну. Davay. Qonşunun belə bir stremyankası var. Deyirəm ki, patoloku zazorlarını ondan götürüm, kraska alayım. Nəysə qızlar, mən artıq çıxdım. Hər yerim kraskadır. Heç paltarımı dəyişmədim, elə ev paltarımda. Kofta düzdür uşaqlarındır. Ataları Anapadan almışdı. Kraskadır hər yerim. Nəysə. Zaten yaxındadır Xoz market, Xoz tavar. Gedim oradan tez kraska alım, gəlim. Aldım. 3 kiloluq aldım. Qaydan başı gördüm avtobus gəlir. Qaça-qaça getdim avtobusa, mindim, gəldim. Peşqom gəlməkdən yaxşıdır. Axşama istirdim mağazaya girib nəsə alım. Axşam yemək bişirmək üçün. Sonra uşaqlar dedi ki, mam, pizza var, xıçin var, nə bilim nə, axşam yeyərik falan filan. Heç nə bişirməyək. Heç nə bişirməyək, yaxşı heç nə bişirməyək də sabah da Valbersdəyəm. 2 gün. Az öndə Valbersdə. Özümlə də götürərəm. İşdə yeməyə. Görüm nə varmısan? Ruslana istedi deyən koftasını artıq soyunubdu. Bura elə, aranı da biraz elədim. Bura elə necə var idi elə, buraları eləyib. Dedim, axı şüşəyə birinci skoç yapışdırmaq lazımdır. Ну я... Bura yapışdır. Да, потому что я тут хотела начинать уже, видишь, начала. Buranı da kraskaladın. Da, da. Üstündən də bunu qoydun, hə? Нет. Она уже высохла, потому что... Niyə, buranı kraskalama. Я вообще buranı istəyirəm... Короче, я хочу это поднять. Buranı qalxızmaq istəyirəm. Bura başqa stolешница nə idi? Şey qoymaq istəyirəm. Nə deyirlər ona? Подоконник. Вот сюда вот? Da. Чтобы belə əyri durmasın. Belə əyri durmasın, düz dursun. Вот еще вот эти вот покрасим. Давай, getdim kraska aldım. Давай başlayaq. Сейчас Davam еще edək. вот твоя помощь вот тут приклеить и все. Все, больше ничего не осталось. Я еще... Мам, Haydi. Patolog ağardı ya. что? Ağardı patolog. Quruduqca şey oldu. Чисто белый oldu. Нет, вообще-то. Да. Наоборот. Kraska neçə kilo oldu? Kilo yarımdı. 350'a almışdıq bunu. Nə? Угу. А это у нас сколько? Bunu aldım 640'a 3 kilodur. Bu da matov idi. Dedim matovu verin, universalini verin. Потому что mənə lazımdır ki, həm taxta, həm dəmir, hər şey. Главное, чтобы она не испортилась. Почему она должна испортиться? Краски портятся вообще-то. Со временем тоже у них. Davay, buralar da kraskalı. Hər yer ağ olsun, ağappaq olsun. Да, везде вообще. Mart deməsin ki, biz... Зачем ты не говоришь? Мама клеит скотч. Сейчас мама приклеит скотч. Baxın, pəncərələri skoçladım. Demək olar ki, hamısını axırıncıya skoç çatmadı. Çatmadı, amma heç nə olmaz. Buradan götürüb ora əlavə eləyərik. Bu yuxarı hissədəki olan pəncərələri mən yuya bilmədim. Əlim çatmır. Həm çatsa da çöl tərəfdən yuya bilməyəcəm. Mən dedim, gəlin buraları kraskalayaq. Yerdə qalan pəncərələrə dolaşdırım, uzaqdan görsənsin. Yerdə qalan pəncərələr, ora kraska olsun, yerdə qalan pəncərəyə jaluzi qoyaq. Ləriş də deyir ki, yox, jaluzi yuxarıdan qoyaq, o pəncərəni bağlayar. Lazım deyil oranı kraskalamaq. Neysə, buraları belə skoçladım ki, taxtaları kraskalayanda şüşələr batmasın. Qəşəng. Gəldim çay içməyə, sağ olsun Ruslan mənə çay süzübdü. Сынок, а чего это так? Не знаю. Ne tökülüb ki bura? Не знаю. Bay?
Yazılar silinir. Переверни-ка. Bəlkə azelit tökmüşük üstünə. Не знаю, может быть, вы... Это, дай кое-что сказать, вот так вот, держи. Эту кружку я подарила маме на день рождения. Я заказала сникерсы целую коробку, потому что мама их любит. И вот эту вот кружку. Это был мой первый заказ и последний на это Вайберс. время. Да, не только Вайберс, вообще заказ первый был мой. Ya sağ olsun Ruslan mənə çay süzüb, üstüm başım pis gündədir. Əlimi yudum, gəldim, qolumuz əlim qalıb ki, gəlin çimim. Nə deyim? Kraskaladım, qutardım. Saatı görürsüz də, saat nəsədir sınaq? Да, неправильно. 8, 20. 24. Çayın içinə tökülür tort. Hələ qarəçidir. Deməli qızlar, kraskaladım, qutardım. Amma onu başa düşdüm ki, akril və kraska boş şeymiş. Çünki taxta, yəni pəncərə olan yer, ora qaralmışdı. Taxta qaralmışdı. Çünki yağış yağır, nə bilim nə, qaralmışdı da. Rjavçina kimi, plesen kimi bir şey idi. Azərbaycan desəm, elə bir paslanmışdı, elə bir çiflənmişdi, nəsə belə bir şey olmuşdu. Kraskaladıqca rəngi çıxır. Yəni balkon ağ yox, sarı rəngdə oldu. Eybəcər bir sarı rəngdə oldu. Mən də Ləlişə deyirəm ki, buna baxay, bütün qolum üstündədir. Mən də Ləlişə deyirəm ki, davay Ləliş, Valberisdən zakaz eləyək. Yadınıza gəlirsə, mən şkafı rəhləyəndə onda mən almışdım lateksni, liba rezinovu krasku. Elə bir kraska zakaz eləyək. Və üstündən gedək. Yaxşı, araları qoy bu akrilovi kraska qalsın. Amma üstündən ağ plotlu kraska ilə getmək lazımdır. Çünki istədiyim rəngi ala bilmirəm. Düm ağ olmur. Вот. Qaldı bir dənə yeri yumaq. Dedim yerdə yuyum. Ondan da üstündən çıxsın bugünkü balkon işi. А я еще предлагала покрасить пол. Polu pokrasib nədir? Baxın qızlar, nə oldu nəticə? Yerə baxmayın, yer bərbad gündədir. Hələ evin içinə. Oraları kraskalaya bilmədim. Həm də özüm qəsdən kraskalamadım. Çünki dediyim kimi skoç qutardı. Fikir verirsiniz, taxtalara baxın, sarı-sarı. Baxın, sarıdır. Bu da bu biri tərəfdir. Patalokumuz. Of. Nəsə belə alandı. Dediyim kimi bu araları belə saxlayacağam. Oy, yıxılacağım indi. Sarı qalsa da. Neynimi? Üstündən başqa kraska eləyəcəm. Bu polkadır, ora qoyulasıdır. Axırıncı onu kraskalamışam. Hələ yaşlı qurumuyub. Qurusun qoyacağım ora. Bu da belənçiyinə. Divarları da kraskalamışam. Elə bilməyin ki, divarları kraskalamamışam. Baxın. Bu pəncərəni kraskalamamışam düzü. Sadəcə baxın, bura seri rəngdə idi. Hətta buradan biraz görsənir. Biraz oradan görsənir. Seri üst tərəfi niyəsə seri eləmişdilər. Altı ağ. Düzdür, bu elə bir ki, Çernavikdir da, yəni belə şey variantdır. Səliqəli olmayan variantıdır. Amma təzədən kraska alıb üstündən səliqəli getmək lazımdır. Necə görsənirəm ağ fonda? Düm ağ olmayan fonda. Belənçinə alındı, bilmirəm da. Yorulduq yorulmağına. Ruslan bəlkə bir 5 gündür telefonsuzdur. Bütün gün multiklərə baxır. Baxın belə.
Yox, təzə kraska almaq mütləq lazımdır. Çünki mən bu işi başlamışamsa, bu işi axıra kimi aparmalıyam. Belə yarımçıq qoya bilmərəm mən buranı. Mənim xasiyyətimə xas deyil işi yarımçıq qoyub qaçmaq. Buralar çox qanım qaraltdı mənim. Hifslənirəm ki, alındıra bilmədim. Şeydir, bu vəbşi sarı rafçını. Amma belə opşi xoşuma gəlir. Oturmuşam bayaqdan balkonda, çıxmaq istəmirəm balkondan. Oturub əl işimə baxıram. Hələ bura belənci nədir, mən buradan çıxmıram. Bura indi bəzəsəm, mən vəbşi buradan çıxmaram. Ləliş deyəcək, adı mənim, dadı sənin oldu. Qaracı, mən fikirləşdim ki, bir dənə də şey vurum. Sloy. Alınar mı, nə bilim. Heyfsilənirəm, əziyyətim heyfə gedir. Mən bilmirəm, elə şey, grunt, belə şeylərə mən başa düşmürəm. Mənki odur ki, kraskalıyım, ağarsın. Всё. Yoxlayaq bir dəqiqə. Deyirəm ki, 2 sloy artıq eləmişəm də, qurusun. 3-cü sloyu da eləyim, ha? Nətər olar? Baxın, elə bir ki, azmaz da olsa ağarır. Ateş şey fərqi var. Şöyle qızlar, bu plintusu da kraskaladım. Bilmirəm, daha belə oldu. İndi istəyirəm gətirim, yeri yuyum. Düzü bu yana da kraskalamaq lazımdır. Niyə? Sonra eləyərəm. Şöyle gətirdim şvabranı, yeri yuyum. Kraskaları yumayacağım, sadəcə yerin tozunu yuyacağım. Bunları da hələlik qoydum bura stol. Şöyle yeri də yudum, biraz oralar bilmirəm, daha silindi, silinmədi. Belə oldu. Oranı yumadım. Oranı da yuyum, nə bilim, daşdı ora. Şöyle sabaha kimi qurusun, bəzi şeylər sifariş vermişik. Təzədən kraska sifariş verdik. Başqa cür kraska bilmirəm nə olan şeydir. Sabah gəlsin, yoxlayarıq. Sabah birisi gün bilmirəm nə vaxt gələcək. Üstündən gedərik da sonuncu səfər. Alınlar, alınmaz beləsinə qalacaq. Artıq gecdir. Artıq gecədir. Biz artıq hazırlaşırıq yatmağa. Gedirəm mən də çimim. Sabah işdə olacam 2 gün. Çəkə bilməyəcəm heç nə. Zaten də heç nə də eləməyəcəm. Elə evə gələcəm yatmağa. Onsuz da. Belə, bugünkü vloqum bu qədər olsun. İzlədiyiniz üçün hamınıza təşəkkür edirəm. Heç bilmirəm vloq alındıra biləcəm yoxsa yox. Bizimlə qalın, hələlik.